Sözün əsl mənasında böyük tamaşaçı tərəfindən sevilən Orxan Lökbətanlı əməliyyat keçirdib və şükürlər olsun əməliyyatdan artıq çıxıb. Biz də elə indi Tacir Şahmaloğlu bildi. Buradan da bərabər Manaf Ağayev təklif elədi. Deyib, görüntüləri görürsünüz. Başın üzərində də həyat yoldaşı Kəmalə xanımdır. Allah şəfa versin Orxan sənə. Çox dəyərlisən, çox dəyərli sənətkarsan. Bir müddət, hətta uzun müddətdir danışmağa icazə yoxdur. Bəli. Boğazında polipdən artıq olub deyirlər. Əməliyyatdan. Bəli, danışığında var idi. Mikrofonla danışarsınız Tacir bəy. Allah kömək olsun. Buradan bəli. Orxan bəylə bir yerdə görüşmüşük həkimlə, təxliyə kimi öpürəm, bağrıma basıram. Çox gözəl həkimdir. Getdik onun yanına. Yəni bunu Respublikada nə qədər xanəndə varsa onun yanına gedir. Çünki xarici ölkədə təhsil alıb. Əsl səs həkimidir, əsl. Var boğaz həkimi, var səs həkimi. Ona görə xanım sənin əllərindən öpürəm, bağrıma basıram. Orxana da baxdım, məsləhət verdi, həkimin də özü edib. Orxanla səni də öpürəm, yastığın yüngül olsun, verişdən çıxıb hamımız bir yerdə gəldi səni yana. Sən yaxşı sənətkarsan, yaxşı oğlansan. Və çox üzr istəyirəm, bu əməliyyatı mən də keçmişəm. Elə məhz həmin həkim sağ olsun nəzarətində, Fəxriyə xanımın nəzarətində olub. Ailəsi çox narahat idi ki, məndə də olub. Çünki əkilməyə verirlər ki, bu sonra o pis bədxəstəlik, o xəstəlikdən çıxa bilər. Adını deyim, Allah hamıdan uzaq eləsin. Xəstə olanlara da Allahdan şəfa diləyirik. Xərçəng ola bilər. İndi əkilməyə veriblər. Cavabını gözləyir ailə üzvləri. Allah uzaq eləsin, sapasağlam olsun.